Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə növbəti köç yola salınıb. Həsənriz kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 20 ailə, yəni 68 nəfər köçürülüb. Bununla da Həsənriz kəndinə 90 ailənin, 306 nəfərin daimi məskunlaşması təmin edilib. Çox sevincli bir haldır ki, bugün Ağdərə rayonuna məskunlaşırıq. Allahdan şəhidlərimizə, rəhmət qazilərimizə can sağlığı diləyirəm. Yəni, həqiqətən çox gözəl duyğulardır ki, ata yurdum Ağdərə rayonuna artıq köç eləmişik. Necədir buranın bax təbiəti? Yəni, çox gözəldir, həqiqətən çox gözəldir Ağdərə rayon. Biz qabaqçı köçdə gəlmişik, indi bu köçdə də oğlum gəlir. Yəni, çox şəraiti, hər bir şeyi çox gözəldir. 4 otaqlı evimiz var, bütün şəraitimiz var, qazımız, suyumuz, hər bir şəraitimiz qəşəngdir. Yaxşıdır. Hə, yaxşıdır. Uzun illərdir bu həsrətlə yaşayırdıq. Əlbəttə ki, yaşayırdıq. Bugün çox sevincliyik.